Salam, hər vaxtınız xeyir olsun. Mən Məmmədli Raziyə. Bugün sizinlə bir sualın izahına baxacağıq. Sual belədir: adlı hal yoxsa təsiri hal? Cümlələrdə göstərilən işçiləri sözü və uşaqları sözü ismin hansı halındadır? Adlı halındadır yoxsa təsiri halında? Bunu müəyyən etməyin yollarından biri də feilə müraciət etməkdir. Əgər feilimiz təsiri feildirsə, həmin cümlədə təsiri halda olan sözümüz var. Təsiri feil deyilsə, həmin şübhələndiyimiz söz təsiri halda olan söz deyil. Məsələn, çağırdı feili təsiri feildir və kimi sualına cavab verəcək. Bu zaman biz deyirik ki, işçiləri, deməli, feilimiz təsiri olarsa, həmin cümlədə təsiri halında olan söz var. İşçiləri təsiri halda olan sözdür. Sinif uşaqları onlara inanmadı. İnanmadı kim? Sinif uşaqları. Baxın, burada təsiri feil deyil. Ona görə də mən buradakı uşaqları sözünün ismin təsiri halında yox, adlı halında olan söz kimi götürəcəyim.